Sterer, göydə balıq tutmaq. Şəhərə köçüb bizlə yaşamağa gələndə babam bütün balıqçılıq ləvazimatlarını, çubuqlarıdır, tilovlarıdır, hamısını özü ilə gətirmişdi. O bütün ömür boyunca balıqçı olmuşdu və köçdən sonra bizim yaşadığımız yerdə balıq tutmağın elə də asan olmadığını tez başa düşdü. Biz onunla birlikdə payızda yeni hobbilər qazanmağa çalışdıq. Qışda da eləcə. Amma babam üçün heç nə balıq tutmağın yerini verə bilmirdi. Ona görə də yaz gələndə dedi ki, bu dəfə artıq gərək başqa nəsə sınayaq. Tamam başqa bir şey. Belə də elədik. Təsəvvürümüzdə balıq tuturduq. Bir müddət bizim tilovlarımızın ipi boş-boş sallandı. Amma sonra ilk balıq qarmağa keçəndə artıq bu bizə oyun kimi gəlmədi və həmin an biz nə edəcəyimizi bilmirdik. "Çək onu, dart," dedi baba. Həm də əlavə elədi ki, o hələ ömründə belə balıq görməyib. "Bu uçan zibil balığıdır." "Balıqçılıqda 2 əsas qayda var," dedi babam. "Birincisi, əgər nəsə tutdunsa, onu geri buraxırsan. İkincisi isə unutma, o yerdə ki bir balıq var, deməli orada daha çoxu da mövcuddur." Hələ çoxunu tutacağıq. Mən əslində heç vaxt balıq tutmamışdım, amma indi bu işi çox sevdim. İlk günümüzün ovu təsirli idi. Yaşıl sallananlar, zəng balıqları, lövhə balıqları, paltar ilanları, onlar sürətli üzənlər olmadıqlarına görə onları tutmaq asan idi. Əsl çətinlik daha dərində idi və bu həm səbir, həm təcrübə, həm də müşahidə tələb eləyirdi. Aşağıda hələ sakit axan bir səki vardı. Və bu başlamaq üçün əla yer idi. Qarmağa ilk keçənlər papaq balıqları oldu. Sonra Meksika şlyapası balığı, mahnı balığı və zinət balığı. Havalar isindikcə də uzaq sahillərdən, uzaq diyarlardan yeni və qəribə ekzotik balıqlar da üzüb gəlməyə başladılar. Hər gün balıq tuturduq. Hər gün fərqli balıqlar. Təsəvvür edə bilirsiniz? Tüklü balıqlar, çəkic başlar, düz səkinin bizim üçün ən böyük hədiyyəsi olan qril balığı tutana qədər. Və biz bilirdik ki, artıq yola çıxmağa hazırıq. Bu bizim okeanımız idi və ilk balıq gürulladı, fit çaldı, üzgəclərini fırlatdı. Biz anlayırdıq ki, artıq ən dərin yerə çatmışıq. Vıyıldayan balıq, sürət balığı, poçt balığı, işıqlı balıq və say bitməyən sarı zolaqlı balıqlar. Amma onlar nə qədər böyük olsalar da, biz bilirdik ki, hələ bunlardan da böyükləri var. Ən böyük nə dartınan balıq idi, nə zibil yeyən, nə tikinti balığı, nə polad balığı, nə də qrup balığı idi. Aylarla səkini müşahidə elədik, küçələri araşdırdıq. Bilirəm, onu əvvəllər görmüşdük, amma harda? Xatırladıq o uğultunu. Ən böyük balıq daha dərində yaşayırdı. Amma əlbəttə ki, heç də əbədi gizlin qala bilməz. Ona görə də bəli, heç təəccüblənməyin, biz nəhayət onu da tutduq. Az qaldı, dedim babaya. Az qaldı. Sonra biz sakitcə tilovlarımızı yığdıq. Ən böyük balıq biraz da gözləməli idi. Neynəmək olar? Axı yay gəlirdi və yay demək, yay tətili demək idi. Nəysə. Biz tətil eləyək, o balıq da qalsın sonraya.